Can Azərbaycan. Salam əziz dinləyicilər və əziz izləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bugün müasir ədəbiyyatımızdakı mühüm məsələlər haqqında danışacağıq. Çünki qonağımız yazıcı İlqar Rəsuldur. İlqar bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm, sağ olun. Mən də İctimai Televiziyanın izləyicilərini və dinləyicilərini, İctimai Radionun həm də dinləyicilərini salamlayıram. İlqar müəllim, verilişdən öncə sizin bir hekayənizi oxudum. Yəni ondan öncə də hekayələrinizi oxumuşam, təbii ki. Hekayə belə adlanırdı, Mamam. Mövzu o qədər təsirli idi ki, amma mövzudan çox həmin hekayədə forma mənim diqqətimi cəlb elədi. Yəni mən özümü peşəkar oxucu hesab eləyirəm, təvazökarlıqdan uzaq olsa da. Bəli, bunu demək lazımdır, bu yaxşı cəhətdir. Və formanın mənim diqqətimi belə tez bir zamanda cəlb eləməsi elə belədən deyildi. Və mən bilmək istəyirəm, bugün müasir ədəbiyyatda forma daha çox önəmlidir, yoxsa mövzu? Ümumiyyətlə, biri digərini inkar eləmir, amma əslində müasir ədəbiyyat indi daha çox, deyək ki, forma ilə artıq kifayət qədər oynayıblar ədəbiyyatda. Hətta müasir ədəbiyyat yox, deyək ki, ötən əsrin əvvəllərindən Bulqakov, Kafka kimi adamlar kifayət qədər maraqlı üslublar, formalar tapdılar. Tək onlar deyil, əlbəttə. Mən hamısının adını sadalamaq fikrində deyiləm. Kifayət qədər formalar, yeniliklər gətiriblər, formadan istifadə ediblər. Amma bütün hallarda istəyir əvvəlki ədəbiyyat, istəyir müasir ədəbiyyat. Burada əsas məsələ indiki halda daha çox ideyadır, yəni tapıntıdır. Nəyi tapıb qoymaq və onu həll eləmək və necə həll eləmək. Sözsüz ki, həm forma, həm də üslub, deyək ki, ideya, mövzu məsələsi hamısı yeni olsa, hansısa formada fərqli bir şey olsa, o daha cəlb edicidir və daha yaxşı nəticələr verir. Həm də daha, deyək ki, ustalığın ərsiyə gətirdiyi bir iş sayıla bilir. Aha. Və sizin yazılarınızda lakoniklik o qədər nəzərə çarpır ki, sanki siz oxucunun az vaxtı olduğunu başa düşürsünüz. Bir yazıçının oxucuya vaxt azdır fikrini təlqin eləmək deyil bu. Bəli, əslində müasir oxucu 2000-ci, 99-2000-ci illərdə mən qısa hekayələr yazırdım. O vaxt tam da belə başa düşülmürdü. Deyirdilər ki, bunu geniş yazmaq olardı. 6, 7, 10, bəzən yarım səhifəlik hekayələr idi bunlar. Amma mən həmişə deyirdim ki, müasir insan, deməli, sürət dövrü, həyatın inkişafı sürəti o qədər artır ki, müasir insan uzun-uzadı oxumaq istəməyəcək. Ona qısa məsafədə həll olunmuş məsələlər, hekayələr daha maraqlı gələcək və bugünkü gün göstərir ki, doğrudan da müasir oxucu böyük bir mövzunu, deyək ki, qısa həllini görəndə daha çox ona maraqlı gəlir və daha çox axtarır belə yazılar. Baxmayaraq ki, çox təqdirə layiq haldır ki, bizim son dövrlərdə artıq romanlar da oxunmağa başlayıbdı. Arada bir səngimişdi. Qırılan vaxtı heç vaxt olmuyor Azərbaycanda roman oxumanın, amma baxır-baxırlar roman da oxunur. Buna baxmayaraq mən də düşünürəm ki, qısa hekayələr, qısa mətnlər daha cəlb edicidir. Çox vaxt belə bir fikir söylənilir ki, tamaşaçının zövqünü biz sənət adamları formalaşdırırıq. Yəni biz deməməliyik ki, tamaşaçı bunu istəyir və yaxud oxucu bunu istəyir. Biz ona nəyi veririksə, o da ona öyrəşir və yaxud öyrəşməlidir. Siz bu fikirlə razısınız? Var belə fikir, tam razı deyiləm. Əslində düz deyirlər, amma bu müəyyən bir kəsim üçün işləyən mexanizmdir. Çünki elə tamaşaçı, elə dinləyici, elə oxucu var ki, onların zövqünü kənardan formalaşdırmaq mümkün deyil. Onun özünün oxuduğu ədəbiyyat, deyək ki, böyüdüyü mühit, həmin mühitdə onda formalaşdırılan dünya görüşü, təfəkkür öz işini görür. Ona görə deyək ki, hansısa informasiya vasitəsi olsun, ədəbiyyat olsun, onun zövqünə ciddi təsir göstərə bilmir. Onu inkişaf elətdirə bilir. Yaxşı mətnlər, yaxşı verilişlər, yaxşı materiallar. Amma ümumi əlbəttə ki, ümuminin zövqünə kifayət qədər təsir eləyir, deyilən məsələ həqiqətində və onu yönəltmək işində istəyir informasiya vasitəsi olsun, istəyir ədəbiyyat kifayət qədər iş görə bilir. Biz övladlarımıza tövsiyə edirik ki, kitab oxusunlar. Hətta mən tez-tez rastlaşıram, ömründə bir kitab oxumayan valideynlər belə istəyir ki, uşaqları kitab oxusun. Elə evlər var ki, orada bir kitab da yoxdur. Amma həmin evlərdə kitab oxuyan uşağın olmasını arzulayan insanlar var. Nə qədər qəribə görünsə də. Necə oxucu olmaq lazımdır? Yəni, hər kitab oxuyan sizcə savadlıdırmı, ağıllıdırmı?
Mütaliəlidir. Kitab oxuyan mütaliəli olur. Sözsüz ki, ağlına kitab kifayət qədər təsir eləyir. Savadlı olmaq üçün savad almaq lazımdır, təhsil almaq lazımdır. Sözsüz ki, təhsil alanların heç də hamısı savadlı olmur. Təhsilli olurlar, amma savadlı olmaq yəni başqa məsələdir. Sadəcə kimlərsə övladlarına kitab oxutdurmaq istəyirsə ki, onlar mütaliəli böyüsünlər və gələcəkdə mütaliəli insan olsunlar. Bunun bir sıra şərtləri var. Məsələn, bizim uşaq vaxtımızda mənim yadımdadır ki, kitab rəfinin əlimiz çatan yerlərinə bizim yaşımıza, düşüncəmizə uyğun kitablar düzülürdü. Bizim evdə böyük kitabxanamız var idi. Böyüklər o kitabların hamısını oxumuşdular və onlar bizim əlimiz çatan yerə bizim oxuyacağımız kitabları qoyurdular. Bəzən biz hətta ayağımızın altına kətil qoyub çıxıb biraz yuxarı rəfdən kitab götürəndə, oxuyanda ona izah edirdilər ki, bunu sənin oxumağın indi ona görə düz deyil ki, sən tam dərk eləyə bilməyəsən və gələcəkdə də ikinci dəfə oxumaq istəməyəsən. Ona görə hansı kitabları tövsiyə edirik, hələlik onları oxusanız yaxşıdır. Bu üsul mənə elə gəlir ki, çox yaxşı işlədi və bizim mütaliəmizi formalaşdırdı. Sonradan da insanın dilində, düşüncəsində, nitqində, bütün bunlarda mütaliə öz sözünü deyir. Mən bu yaxınlarda bir hadisə ilə üzləşdim, İlqar bəy. Deməli, biz bilirik ki, Xalid Hüseynli adlı məşhur bir yazıçı var və onun ayrı-ayrı əsərləri var. Azərbaycan dilinə də tərcümə olunub. Çox məşhur əsərlərdir bu əsərlər. Bir Azərbaycan dili ədəbiyyat müəlliməsi 5-ci sinif uşaqlarına Xalid Hüseyni haqqında danışmışdı. Görünür, müəllim özü oxumuşdu o kitabı və çox təsirlənmişdi. Və sonra da demişdi ki, uşaqlar, amma sizin hələ bu yaşınıza uyğun deyil. 5-ci sinif uşaqlarından biri təsadüfən evdən həmin kitabı tapmışdı və başlamışdı onu oxumağa. Çünki sinifdə o haqda danışılıb axı. Baxmayaraq ki, müəllim deyib ki, hələ olmaz. Düzdür, mən hələ o uşağın valideyninlə söhbət eləməmişəm ki, o uşağın fikirləri necə oldu. Valideyn də heç xəbər tutmayıb ki, uşağı nə oxuyur, hansı kitabı oxuyur. Bax, siz bayaq dediniz, valideynləri mənə qadağan eləyirdi ki, filan əsəri oxuma. Amma qadağalar olmayan ailələrdə böyüyən, nə oxuyacağını bilməyən nə qədər uşaqlar var və o cür böyüyən uşaqlar var. Məsələn, mən Anarın Təxminə və Zaurunu 5 mərtəbəli evin 6-cı mərtəbəsində əsərini etiraf eləyirəm ki, çox tez oxumuşam. Yaşımdan tez. Çünki mənə heç kəs deməyib, bunu oxumaq olar, ya olmaz. Sizcə onda nə baş verir? Əslində deyim ki, nə baş verə bilər? Deyim ki, böyük bir mütaliə meyilli mühitlərdə böyük bir deyim ki, nəsə bir fəlakət baş verir, vermir. Bizə məsələn, mən dedim də o kitaba düzürlər rəflərə, orada qadağa yox idi, orada tövsiyə var idi. Çünki tərbiyə elə mükəmməl aparılırdı ki, o tərbiyənin müqabilində qadağaya ehtiyac olmurdu. Sadəcə deyirdilər ki, bunu eləmək lazımdır, bunu yox, izah edirdilər və onsuz da uşaqlar o qırağa çıxmırdı o tövsiyədən. Bilirdilər ki, bu tövsiyə onları yaxşı yerə aparır, yaxşı hədəflərə götürür. Amma qadağan eləmək, mən hesab edirəm ki, qadağandandırsa, doğrudan da tövsiyə və izah eləmək lazımdır. Nəyi oxumaq olar, nəyi yox. Məsələn, tutaq ki, siz dediyiniz əgər Xalid Hüseynin konkret əsərindən gedirsə, onu bir uşağın tez oxumağı, orada elə bir deyim ki, çox belə bir nəsə var ki, onu zərər verə bilər, düşüncəsinə və yaxud da ki, tərbiyəsinə xələl gətirir və elə bir ciddi bir şey yoxdur. Amma yaxşı olar ki, uşaqlar, indiki uşaqlardan əvvəlki uşaqları da bir götürmək olmaz. Məsələn, əvvəl 18 plus yazılan kitablarda ki, oxumaqdır. İndi məsələn, biz özümüz, mən nəşriyyatda işləyirəm, biz 16 plus qoyuruq. Çünki indiki təfəkkürdən o vaxtki təfəkkür tam fərqlidir və indiki dünya açılış, uşaqların, o yeniyetmələrin gördükləri dünya da daha açıqdır, nəinki o dövrün adamlarının. O baxımdan heç nə olmur. Amma sadəcə təsəvvür eləyək ki, məsələn, mərhələlər var da, biz əvvəl nağıl oxumuşuq, dastan oxumuşuq, sonra fantastik ədəbiyyat oxumuşuq, sonra keçmişik bədii ədəbiyyat və müəlli bir yerdə artıq tarixi ədəbiyyat səni cəlb eləyir və bunların hamısından sən istifadə edə bilirsən. Belə mərhələlərə bölsələr daha yaxşıdır ki, uşaqların təkcə onlar onda mütaliəli olmurlar. O, həm də dediyim kimi, onların təfəkkürünə, dünya görüşünə, nitqinə, danışığına, düşüncəsinə bu təsir eləyə bilir. Yaxşı mənada təsir eləyə bilir. Amma deyim ki, indiki dövrün uşağı əgər hansısa bir yuxarı yaş üçün nəzərdə tutulmuş kitab oxusa, o indiki dövrdə, çünki o uşağın internet imkanları elədir ki, onun gördükləri ilə müqayisədə inanmıram, kitab daha böyük bir ciddi təsir, mənfi təsir göstərə. Bəli, Getmə romanınız var və çox sevilən romandır. Siz peşəkar yazıçısınız. Sizcə Getmə romanınızın bu qədər sevilməyinin səbəbi nədir?
Əslində bizim o romanın yazılması biraz da bir təsadüf oldu. Mən o barədə danışmışdım. Bir jurnalist dostumuz var, Qabil Abbasoğlu. O da əl çəkmədi ki, sən bunu mütləq yazmalısan, roman olaraq saxlama, yaz. Onda mənim kitabım yox idi və 2017-ci ildə mən o romanı yazdım, bitirdim. Qısa bir zamanda mən onu yazdım, bitirdim, amma hardasa 3 ilə yaxın üstündə iş getdi o romanın. Mənə elə gəlir ki, bizim cəmiyyətdə indi özümüz də bilirik ki, daha çox detektiv ədəbiyyat falan daha çox gedir, amma o ədəbiyyatların fəlsəfəsi yoxdur. Yəni orada hadisəsi var ədəbiyyatda, orada hadisələr var ancaq. Fəlsəfəsi yoxdur, düşüncə, təfəkkür irəli aparacaq çox şey olmur orada. İntellekt inkişaf elətdirə bilir, hesablamalar tutaq ki, qətl hadisəsi kim açır, kim tapır. Bəli. Amma insanı yetişdirmək üçün o detektiv ədəbiyyat insanın fəlsəfi düşüncəsini, təfəkkürünü yetişdirmək üçün o qədər də münbit deyək ki, sahə deyil, əsər deməli tarla deyil. Amma bu əsərin maraqlı gələn cəhətlərindən biri odur ki, mənə belə gəlir oxuculara ki, həm insan taleyidir, dramıdır, həm də fəlsəfəsi var. İçində insanı düşünməyə, gələcəyə hazırlamağa mətnlər var ki, o mətnləri oxuyanda onlar özləri bundan sonra necə yaşasınlar, hansı hadisədə hansı hərəkət eləsinlər, o baxımdan kitab kömək eləyir. Kitabda həm də dünya incəsənəti, mədəniyyəti təbliğ olunur, Azərbaycanın müəyyən qədər tarixi təbliğ olunur. Ola bilsin o çox şaxəlilik biraz daha cəlbedici eləyir. Yazıcı nəyi etsə, yəni nəyi səhv etsə uduzar bugün? Yazıçıları müxtəlif kateqoriyalara da bölmüyorlar. Yəni fantastik yazanlar var, dediyim kimi detektiv yazanlar var. Ciddi ədəbiyyat üçün mənim dediyim kimi fəlsəfi yükü olan əsərlər yaradan adam daha çox o birisilərə çox getmir. Yəni kitabım tez məşhur olsun, kitabım tez satılsın deyə bir iş görmür. Bu görürsə bu yanlış ola bilər. Çünki biz müşahidə edirik, bizim cəmiyyətdə var, kitabı kifayət qədər çox satılanlar var. Məsələn, bir yerə qədər mən oxucu tanıyıram ki, birini məsələn çox bəyənirdi, oxuyurdu. Bir gün artıq ondan imtina elədi. Çünki o kitabının çox satıldığını gördü və həvəs o qədər üstün gəldi ki, yenə yazım, yenə yazım. Artıq yazmağa bir şey tapmayanda nə gəldi yazmışdı və onu gözdən saldı. Mənə elə gəlir ki, ciddi yazıçılar o səhv eləmirlər. Çünki elə o şeylər var ki, xarakter olmalıdır. Xarakter varsa, ciddi xarakterdən söhbət gedir, özünü qoruyan xarakterdən. O xarakter imkan vermir ki, sən ədəbiyyatda kifayət qədər o kobud səhvə yol verəsən. Kitabın çox satılmağı hələ yaxşı yazıcı olmaq demək deyil. İndiki dövrdə ümumiyyətlə istər kitabın çox satılmağı olsun, istər verilişin hansısa çox baxılmağı olsun, istər kiminsə çox tanınmağı olsun, bunlar göstərici deyil. Yəni bunlar keyfiyyət göstəricisi deyil. İlqar müəllim, axı insanlar elə düşünmür. Bugün biz rəqəmlərdə ilişib qalmışıq, reytinqlər, nə bilim, bu xəbər, siz özünüz də jurnalistsiniz, bu xəbər filan xəbərdən daha çox oxunubsa, həmin xəbəri yazan müxbiri axtarırlar birinci. Ona daha yüksək maaş verirlər. Amma siz əksini deyirsiniz axı. Bəli, bu keyfiyyət göstəricisi deyil, o kəmiyyət göstəricisidir. İndiki dövr keyfiyyətdən çox kəmiyyətə üstünlük verir. Çünki kəmiyyət maliyyə gətirir, kəmiyyət reklam cəlb eləyə bilir. Keyfiyyət göstəricisi ümumiyyətlə bütün dövrlərdə əslində kəmiyyət göstəricisindən geridə qalıb, amma onun öz adamları var. Məsələn, bizim tanıdığımız dünya şöhrətli yazıçılar var ki, onların böyük bir qismi ölümündən sonra əslində uğur qazanıblar. Onların əsərləri hətta mükafata layiq görülüblər. Yəni həmin dövrdə də kəmiyyət başqa söz deyirdi, keyfiyyət başqa söz deyir. Keyfiyyət gələcəyin məhsuludur əslində. Yəni gələcəkdə artıq adamlar müdrikləşirlər, sonra başlayırlar həmin əsərləri axtarmağa, həmin verilişi. Baxırsınız, bizim filmlərimiz var. Azərbaycanın çox gözəl filmləri var. Məsələn, baxsaq, o filmlərin qalanları hansıdır? Dünya film, məsələn, elə film var ki, 2 milyard gəlir gətiribdir. Tutaq ki, Avatar filmi, məsələn. Amma tutaq ki, Şindlerin Siyahısı, Xaç Atası filmləri ilə heç vaxt müqayisə olunmaz. Çünki o yoxdur, amma bu filmlər yenə var, klassika sayılır və baxmayanlar gedib baxırlar, baxanlar bir də baxırlar. Ona görə, yəni, əgər biz nəzərə alsaq ki, dünyada 8 milyard falan insan var və bunun hardasa dominant ola biləcəyi 800 min adamdır, 800 milyon adamdır. O cümlədən də istənilən toplumun əhalisi, ölkənin əhalisi hamısı dominant deyil, hamısı irəli aparacaq, gələcəyə götürəcək kəsim deyil. Onun cüzi bir kəsim olur. Tutaq ki, 10 milyona 100 min, məsələn, deyək bu baxımdan və həmin adamlar onsuz da keyfiyyətə üstünlük verirlər və o sağlam düşüncəni, sağlam toxumu gələcəyə ötürməyə bəs eləyir. Yaxşı həmişə az olması
məsələsi də məncə burdan gəlir, hə? Sözsüz ki, yaxşı çox olanda başqa yaxşı çıxır. O çoxu kəmiyyətə çevirir, özü keyfiyyət göstəricisi kimi çıxış eləyir. Sosial şəbəkələrin ədəbiyyata təsiri barədə nə düşünürsünüz? Əlbəttə təsir eləyir. Çünki sosial şəbəkələr həm mövzu verə bilirlər, həm yenilikləri göstərə bilirlər. Düzdür, bir qism adamlar var, belə hesab edirlər ki, sosial şəbəkələr dağıdıcıdır, onlar ancaq mənfi nələrsə gətirirlər. Yox, bizim sosial şəbəkədə gördüyümüz əslində küçədə gördüyümüzdən fərqlidir. Orada bizim qabağımıza düşüncəli, yaxşı, işini bilən, tutaq ki, təmkinli, xeyirxah adamlar da çıxa bilir, ziyankar adamlar da çıxa bilir. Küçədə öz mühitimizdə 100 nəfərlə qarşılaşırıqsa, fərq ondadır ki, burada 100 min, 10 minlə qarşılaşırıq. Ona görə biraz ola bilsin, belə qələbəlik gəlir bizə. Amma əlbəttə ki, ideyalar verilir. Kimsə öz əhvalatını danışır, kimsə ondan hekayə yazır, kimsə hansısa kiminsə. Məsələn, Mamam hekayəsi var idi məndə. Onu mənə gəldilər, danışdılar. Olmuş hadisə idi o. Kəlbəcərdə həkim ağlaya-ağlaya danışmışdı onu mənim ailə üzvlərindən birinə. O həkim ağlayıb danışmışdı. O da gəldi evdə mənə danışanda ağladı, danışdı. Mən də yazanda kövrəldim. Götürdük, biz onu yazdıq, oldu. Yəni bunun sonra paylanması, yayılması sosial şəbəkədə oldu. Mən məsələn hekayələri birbaşa o saytlara, qəzetlərə istəyirlər, sağ olsunlar, həmişə istəyirlər məndən. Ədəbiyyat qəzeti istəyir, Ulduz jurnalı istəyir, Kulis ən azı ad günümdə zəng vurub deyirlər hansı hekayənizi nəşr eləyək də, çap eləyək filan. Mən orada narazılığım yoxdur. Amma mən daha çox Ədalət qəzetində gedir, müxtəlif qəzetlərdə gedir. Mən daha çox sosial şəbəkəyə yerləşdirirəm yazdığım hekayələri. O baxımdan hər halda kimlərsə oxuyur, məmnun qalırsa, deməli sosial şəbəkə onlara nəsə verir də, onların istədiyi bir şey verə bilir. Sosial şəbəkələr sizin üçün etibarlı saxlanc yeridirmi? Yəni arxiviniz belə çıxır ki, sosial şəbəkələrdədir. Virtual arxivdir, amma mənim özümün arxivim var. Çünki mən əvvəl də radioda işləmişəm, siz bilirsiniz. Məsələn, mən oradan ayrılanda da bütün gördüyüm işləri böyük bir arxiv olaraq götürüb çıxmışam. İndi o adamların çoxu yoxdur bu dünyada, məsələn, rəhmətə gediblər. Amma onların hamısının o verilişlər məndə var. Məsələn, mən çox yaxşı arxivçiyəm də. Məsələn, elə arxiv var ki, məndə tutaq ki, oradan bəlkə də yüzlərlə üzə çıxmamış, indiyə qədər heç kimin görmədiyi materiallar var ki, onlar mənim özümün gördüyüm işlərin bəhrəsidir. Ona görə sosial şəbəkə arxivdir, amma o arxiv itə bilir, o səhifə oğurlana bilir. Yəni güvənmək ki, orada mən yerləşdirsəm hər şey qalacaq, elə olmur. Adam əgər işlərinə güvənmək deməyim, hər kəs öz işini ciddi sayır, yaxşı, keyfiyyətli sayır. O baxımdan öz arxivini qorumaq yaxşı şeydir. Siz dediniz ki, doğum günümdə bəzən mənə zəng eləyirlər ki, hekayə ver və siz də onlara doğum günü almaları hekayəsini təklif eləyirsiniz. O hekayəni də oxumuşam. İlqar müəllim, öz hekayələrinizdə nə qədər varsınız? Məsələn, doğum günü almalarında elə bildim ki, mən elə İlqar Rəsulun özünü gördüm. O olmuş hadisə idi. Bəli, həmin gün məndən evdə mən ad günü keçirtməyə belə həvəsli adam deyiləm. Bilmirəm heç neçə dəfə indiyə qədər keçir. Oktyabrın 11-indədir. O həmin gün idi, ad günü. Biz ailəvi, mən xanımımla çıxmışdıq. Axşam da dedilər ki, sabah sənə hədiyyə nəsə eləyək də bir ad günü. Mən də səhər evdən çıxanda dedim ki, heç nə eləməyin, dincəlmək istəyirəm, gəlib dincələcəm. İş yoldaşlarım da istədilər dəyisə eləsinlər, razılaşmadım. Sonra xanımım zəng elədi ki, əgər kiminləsə harası gedəsən, dedim, yox, dedi, onda bir-iki bazarlıq ala, adi günlərdəki kimidir, evə gələk. Biz də dükandan orada şeylər alırdıq, meyvə alanda həmin hadisə baş verdi. Bir xanım soruşdu, satıcı kobudluq elədi. O hadisə baş verdi. Sonra mən onu yazdım. O mən aldım, apardım o xanıma verdim. Pulun mənim xanımım ödədi. Sonra mən xanımıma dedim ki, siz elə mənə ad günü hədiyyəsi elədiniz də, orada 2 kilo almadan gedirdi söhbət. Ondan sonra biz alma bağışlayırıq ad günümdə, mən bağışlayıram. Hələ də. Hə, o hər ad günlərində mən kiməsə alma bağışlayıram. Mən bilsəydim sizi oktyabrın 11-i dəvət eləyərdim İlqar bəy. İlqar bəy, bir mühüm məsələ də var. Mən istəyirəm bu haqda biz danışaq. Hər dövrün öz ədəbiyyatı olub. Adətən ədəbiyyatşünaslar bunu daha yaxşı təhlil eləyirlər. Məsələn, 60-cılar nəslini təhlil eləyəndə deyirlər ki, böyük bir dalğa gəldi, insanların fikirləri yeniləndi, yeni yanaşmalar ortaya çıxdı. 30-40-cı illərin ədəbiyyatı bir fərqli ab-havadaydı. 50-ci illər ədəbiyyatı, 2-ci Dünya müharibəsindən sonra 90-cı illər, yəni sıralamanı biraz ardıcıl etmədim, üzürlü hesab eləyin. Amma bugünün ədəbiyyatına biz baxanda o qədər fərqli mənzərə görürük ki, elə şairlər tanıyıram ki,
onlar birinci dünyada məşhurlaşıblar. Sonra Azərbaycanda məşhurlaşıblar sosial şəbəkələrin sayəsində. Məsələn, Azərbaycanda elə yazıçı var ki, fikirləşirsən ki, ay Allah, kaş ki bu yazıçı dünyaya çıxa. Amma çıxmır. Bugünün ədəbiyyatında sizcə necə deyim, əsas motiv nədir? Əsas mövzu nədir? Məsələn, sizə desələr ki, 2026-cı ilin ədəbiyyatını təhlil eləyin, İlqar Rəsul. Əsas ümumiyyətlə ədəbiyyat bu biz Sovet dövründə, Sovet sistemindən çıxmış xalqlarla dünyanı fərqləndiririk. Çünki ideologiyalı mühitlərdə ədəbiyyat öz başına inkişaf eləmir. Yəni ədəbiyyatın müəyyən bir sərhədləri, çərçivələr olur. Və onunla belə istəyirdə Sovet dövründə məsələn yenə də yazıçılar olub, çox yaxşı yazıçılar falan. Amma ümumi götürəndə dünya ilə müqayisədə biz baxmışıq ki, geri qalırıq. Mən məsələn Dumanlı Təbriz Məmməd Səid Ordubadinin kitabı var. Mən o kitabı indi bu günlərdə əlimdə baxırdım, oxuyurdum, təkrar nəşr üçün hazırlanırdı. Məsələn o dünya ədəbiyyatını mənim oxuduğum kitabların sırasında olan bir kitabdır. O çox yaxşı əsərdir, həddindən artıq yaxşı əsərdir. Amma biz baxırıq ki, məsələn, dünyada o qədər tanınmır. Tanınmaq üçün mühitin, indiki mühitdə kim bacarırsa tanınır, o başqa şeydir. Amma yenə də o adamlar ki, dünyada ədəbiyyatın liderliyi müəyyənləşdirirlər, mükafatları verirlər, o mühitdən biz aralıyıq, o mühitdən biz uzaq. Təkcə ona görə yox ki, bizdə o səviyyədə yazan yoxdur. Yox, var bizdə o səviyyədə yazan. Amma mühitin özü, tutaq ki, onlarla müqayisədə bizdəki yazıçılar, bizdəki ədəbi mühit tam da deyək ki, o səviyyədə deyil. Orada məsələn filmlər çəkilir, dərhal görünür, onu görürlər, yerləşdirirlər. Bizdə məsələn kimsə bir əsər yazır, onun mexanizmi yoxdur, irəli çəkilmək mexanizmi. O öz əsərini harasa yerləşdirə bilir, Amazona yerləşdirir falan. Amma biz baxanda müşahidə edəndə görürük ki, həmin o hardan ki mükafatlar almaq olar, harda ki populyar olub bütün dünyaya çıxmaq olar, orada məsələn onlar götürürlər, özləri müəyyən adamlar, yazıcı, məşhur adamlar var, onlar Harry Potteri reklam edirlər. Məsələn, onun haqqında yaxşı rəy yazırlar. Hansı kitablar ki kifayət qədər maşına, mexanizmə çevrilib gəlir, gətirir, onlara sərf edir. O dünya, ümumiyyətlə dünyanın özü bugünkü gündə ciddi ədəbiyyatdan çox deməli o yüngül qalmayan ədəbiyyatı təbliğ edirlər. O baxımdan mən yazıçılarımızı bizdə çox yaxşı istəyir, gənc yazıçılar, istəyir yaxşı yazıçılar var, yaxşı əsərlər də yazılır. Amma bizim ədəbiyyat ümumi götürəndə nailiyyətsiz ədəbiyyatdır. Yəni mən bunu sevinərək demirəm, təəssüf eləyərək deyirəm. Bunun da səbəbinin, əsas səbəblərindən biri odur ki, mövzu məsələsində biz geri qalırıq. Bizdə məsələn daha çox realizm deməli ədəbiyyatı, realist ədəbiyyat inkişaf edir. Kimlərsə hətta özündən avtobioqrafik yazırsa, kimlərsə hansı əsər yazırsa, hansısa məkanda baş vermiş. Absurd ədəbiyyat bizdə, yəni ki, o ədəbiyyat ki, tapıntısı mücərrəd olsun, ideyalar başqa cür olsun, gerçəkliyə uyğun olmasın, amma oxucu onu təəccüblə sevərək oxusun. Bu ədəbiyyat bizdə ləngiyir. Bizdə indiyə qədər məsələn bunun nümunələri var, amma deyək ki, lazım olan qədər deyil. Ədəbiyyatımızın özünü, kitablarımızın sayı ilə götürəndə kifayət qədər deyil. İlqar bəy, indi deyəcəm, bəlkə də kiminsə xətrinə deyəcəm, izləyicilərimizdən bilirəm ki, ədəbiyyat adamları da izləyəcəklər, bu verilişimizi dinləyəcəklər. Mən çox savadlı adamlar tanıyıram, çox kitab oxuyurlar, amma heç vaxt yazmırlar. Hərdən fikirləşirəm ki, kaş ki o insanlar yaza, çünki yazıcı həm də savadlı olmalıdır, dünya görüşlü olmalıdır, intellektual insan olmalıdır. Siz deyirsiniz, bizdə hələ o absurd ədəbiyyat inkişaf eləməyib. Yəni, burada fəlsəfədən söhbət gedir eyni zamanda. Demək olarmı ki, bizim yazıçılarımız özlərini o qədər də inkişaf etdirmirlər, ona görə formalaşmır o ədəbiyyat bizdə? İnkişaf eləyən var. İndi kimlərsə dinləyər, deyər, absurd ədəbiyyat nədir? Yəni, utopiya, anti-utopiya, bu tip şeylər var ki, mövzular, janrlar var ki, istifadə edib yazmaq olar. Amma yazıçının inkişafı məsələsi, bunu kimsə qarşısına, məsələn, mən indi birinin adını çəkim, o birisi qalsın, mən tanıdığım adamlar var ki, məsələn, baxıram, onlar ki, yaxşı mütaliəlidirlər, yaxşı istedadlıdırlar. Bir dövr olub, məsələn, yazıblar kitablar. Eləsi var, məsələn, indi yazmır, bilmirəm, bəlkə yazır hələlik ki, üstünü dişləyir, çıxartmır. Eləsi var, onda artıq ləngimə var. Eləsi var, təzə çıxıb ortalığa yazır. Amma tam elə ciddi, daha samballı və yaxud da ki, demək ki, daha bəlkə mürəkkəb əsər ortaya qoymaqla səbəblərindən biri odur ki, xarakter olmalıdır. Tək savad, intellekt, deyək ki, dünya görüşü, bunların hamısı komponent olaraq birləşməlidir. Adam var, çox yaxşı istedadlıdır, çox yaxşı mətin yazır. Amma biz baxıb görürük ki, o mətinləri
çox bəsitdir. Çünki o cümlələri qəşəng qurur, yazır, amma şey yox. Adam var, Ruhu çox yoxdur. yaxşı, bəli, fikirləri var, çox yaxşı mövzulara toxuna bilir. Yazmaq məsələsi zəifdir. Yəni yazı üslubu zəifdir. Yəni bunun hamısı cəmləşəndə bəlkə də kimdəsə bütün komponentlər tam cəmləşəcək, onda bəlkə əsl nailiyyət, uğur bizim ədəbiyyatımıza gələcək. Amma belə mən yenə deyirəm, bütün nəsillərin içində bizim yaxşı yazıçılarımız var və yaşlı nəsil yazıları kifayət qədər istəyir məkanında dünyada da tərcümə olunur. Amma indi də tərcümə olunan var. Xəbər biz oxuyuruq ki, filan kəsin əsəri məsələn fransız dilinə tərcümə olundu, məsələn İtalyan dilinə tərcümə olundu. Amma o xəbərdən sonra xəbər olmur. Sonra hadisə baş vermir ki, o əsərdən daha nailiyyətləri gəldi. Sadəcə tərcümə ilə yekunlaşır hər şey. Bu da ciddi nailiyyət. Yəni ümumiyyətlə bu nailiyyət deyil. Çünki indi tərcümə etmək daha da getdikcə imkanları artır texnologiyanın sayəsində. Tərcümə məsələsi ayrıca bir mövzudur. Siz dediniz nəşriyyatda işləyirəm həm də. Niyə bəzi əsərlər çox zəif tərcümə olunur? Halbuki bizim o qədər yaxşı tərcüməçilərimiz var və tərcüməçilik peşəsi haqqında biz danışmışıq ötən verilişlərimizdə də. Onlara verilən o qonorar məsələsindən, qonorarın hədsiz azlığından da danışmışıq. Yaxşı tərcüməçilərimiz var, amma bugün elə bil ki, tərcümə sahəsinə bir dalğa gəlib, İlqar müəllim. Bütün nəşriyyatlar dünya ədəbiyyatı nümunələrini çap etdirir. Bütün nəşriyyatlarda o ədəbiyyatları sürətlə, hətta az qala konveyer üsulu ilə tərcümə edən insanlar var və mən nə yalan deyim, oxuya bilmirəm bir qismini. Ümumiyyətlə tək tərcümə... Elə bilirəm ki, bu Azərbaycan dili deyil. Bəli, tək tərcümə deyil, ümumiyyətlə bütün sahələrə, hansı ki sahələr var, ora hücum var da, belə göstər. Hamı gedir, istəyir jurnalistik olsun, istəyir ədəbiyyat yazıçılıq olsun, istəyir hətta idman olsun falan. Yəni baxırıq ki, biz hər yerə adamlar gedirlər, kütləvi. Hücum edərək gedirlər. Sənət müğənnilik falan baxırıq da məsələn. Əvvəl tutaq ki, rəssam istedadda da, rəssam uşaqlıqdan rəsm çəkərdi. Amma indi uşaqları mən görürəm, aparırlar, qoyurlar o rəsm məktəblərdə və onu da çox gözəl öyrənirlər o rəsm çəkməyi. O başqa məsələdir ki, sabah onun fantaziyası çatacaq maraqlı bir ideya gerçəkləşdirsin. O cümlədən də tərcümə. Tərcümə ümumiyyətlə digər sahələrdən təhlükəsi ondadır ki, tərcümə millətin dilinə təsir eləyir. Bəli. Tərcümədə götürüb o hansı ki dildən tərcümə eləyirlər, o dilin vərdişlərin, ənənələrin, o dilin qaydalarını saxlayırlar tərcümədə. Və o yavaş-yavaş bu filmlərdə də belədir, ədəbiyyatda da belədir ki, oxucu, gənc oxucu yavaş-yavaş o dildə, ana dilin öz ana dilinin sözləri ilə, başqa dilin qaydaları ilə başlayır oxub vərdiş eləməyə. Bu çox pisdir. Buna hər halda nəsə eləmək lazımdır. Qaldı hamının tərcümə eləməyinə. Baxırlar, indi orada nəsə ola bilsin, qonorar var eləyirlər. Yaxşı tərcümələr var, çox yaxşı tərcüməçilər var. Onlar elə nə gəldi eləmirlər. Onlara da amma burada maliyyə məsələsi var da. Yaxşı iş görmək üçün, yaxşı tərcümə üçün yaxşı pul vermək lazımdır. Bəli. Ola bilsin ki, indi bir qisminə yaxşı pul verib yaxşı tərcümələr elətdirirlər, amma bir qismi də az qonorara qane olur, çünki o yaxşı tərcüməçi deyil. Nəticədə kitablar ortaya gəlir, sözsüz ki, və bu keyfiyyət məsələsinə təsir edəndə məhz budur ki, əgər yaxşı tərcüməçiyə versələr işləri və yaxşı qonorar versələr, o birisi işlərdən imtina edərlər yavaş-yavaş. Amma belə mən hesab edirəm, ümumiyyətlə çox şey maliyyədədir də, maliyyənin başındadır. Yaxşı ödəniş və yaxşı iş və o baxımdan da yaxşı ödəniş eləyəndə zəif tərcüməni götürmürlər, qaytarırlar geri. Təəssüf ki, indi vəziyyət bəzən elə olur ki, zəif tərcüməni də götürürlər, istifadə eləyirlər. Amma hər halda mən qəti əleyhinəyəm ki, iş keyfiyyətli olmalıdır. Çünki kitabdır da, hər halda bu bir günün qəzet deyil ki, bir gündən sonra artıq tarixə çevrilsin, o sayı ancaq arxivlərdə olsun. Kitabdır və bu işi keyfiyyət görmür. Hər şey bu işin təşəbbüsdə kimlərin bulunmasından asılıdır. Bayaq bir mühüm məsələyə toxundunuz. Rəsmə uşaq yaşlarından gedən insanları qeyd elədiniz. Yazıçılığın yaşı var. Məsələn, biz sizinlə görmüşəm. Yazıçılar Birliyində heç vaxt görmədiyim 50-60 yaşlı insanlarla rastlaşanda soruşuram da, bu kimdir, bəlkə tanımıram. Deyirlər ki, bu yeni şairdir, yeni yazıcıdır. Bəli, olur elə. Yazırlar, hərə bir dövrdən başlaya bilər. Ola bilir ki, onlar da, məsələn, elə adamlar gətirir, deyirlər də, məsələn, kitab çıxartmaq istəyir. İnsandır da, mən deyirəm,
çıxartsın da, kitab çıxartmaq istəyir də. O deyir, gedib oğurluq eləmir ki, bu yaxşıdır ki, bunun marağı bunadır. Sözsüz ki, o kitabların çoxu qalmır əslində. Yəni ailəyə, qohuma, əqrabaya paylayırlar. Bir də ola bilsin dükanlarda qalır, amma o uğur qazanmır. Bir adam bir dəfə deyir ki, mənim 40 kitabım çıxıb. Mən deyim ki, əslində bu yaxşı göstərici deyil də. Sizin 40 kitabınız çıxıb, amma mən sizi indi görürəm, tanıyıram. Siz deyirsiniz, mən bunu bilirəm. Halbuki 10 kitabda heç olmasa bilinməli idi də. Siz tanınmalıydınız o qədər. O baxımdan yox, amma məsələn o hərə bir yaşda adam var, ya ixtiyar yaşında yazmaq qərarına gəlir. Elə adam var, öz həyatını yazır. Bunların bir qismi var ki, üzə çıxmır bu kitablar. Niyə? Qohum-əqrabı üçün yazırlar. Məsələn, adam var ki, o bilir ki, bunu yaymağın mənası yoxdur. Bu o da qədər də cəlbedici olmayacaq. Məsələn, qohum-əqrabasına paylayır. Elə adam var, valideyninin kitabını çıxardır, o da ailə, qohumlar üçün paylayır, satışa buraxmır. Amma elə adamlar var ki, məsələn, onlar kifayət qədər ixtiyar yaşındadır, yazır və oysa bilir ki, bu çox yaxşı bir əsərdir və hətta onda narahatçılıq yaranır ki, birdən kimsə bunu xəlbət götürər, plagiat eləyər, satar. Halbuki o əsəri sonra qalır mağazalarda, məsələn. Amma insan... Yəni, siz demək istəyirsiniz ki, 50-60 yaşında yazıcı olmaq mümkün deyil? Mümkündür. Yenə deyirəm ki, hərə bir dövrdə yazır, gec başlayanlar da var ədəbiyyatda. Yəni, bu məsələni yaş həll eləmir də. Məsələni, sözsüz ki, kimsə 17 yaşında başlayırsa, burada məsələni həll edir. O roman yazırsa, bu onun təfəkkürü, dünya görüşü, üstəlik ustalığı o səviyyədə ola bilmir. Bəli. Sonra o adamlar var, məsələn, 20 yaşında roman yazmış adamlar var ki, onu o 40 yaşında götürür, təzədən işləyirlər. Mən 20 yaşında roman yazan adamlara inanmıram. Yəni, bir oxucu kimi bunu qeyd eləyim. Amma yaşlı adamın yazması, dediyim odur ki, o 20 yaşındanın yazılmağından daha, deməli, optimal, daha inandırıcıdır. Çünki onun təcrübəsi var. İlqar müəllim, sizin cəmiyyənizdə necədir? Bu yazıçılar öz aralarında necə qəbul edirlər? Çox illik stajı olan, təcrübəsi olan yazıçılar, yoxsa 40-dan sonra başlayan yazıçılar? Bütün o dövrlərdə bir söz var, deyirlər, atalarla oğulların mübarizəsi gedir. İndiki dövrdə bundan biraz əvvəl başlamışdı əslində bu hadisələr. Bəlkə indi səngiyib biraz ola bilər. Orta dövrlərdə, 90-cı illərdən üzübəri daha qızğın idi bu məsələ. İndi ümumiyyətlə o atalarla oğulların mübarizəsi getmir. Yaşlılarla cavanların deyək ki, mücadiləsi gedir, bir savaşı gedir, elə bil. Özü bu nizamlı qaydada, deyim ki, etik qaydada getmir əslində. O belə olmamalıdır. Mən hesab eləmirəm ki, tutaq ki, yazıçıların mən heç bir camiyə daxil olan adam deyiləm əslində. Heç bir birliyə, fulana getmərəm. O dəstələşmədən də xoşum gəlmir. Var qruplar ki, bir-birini tərifləyirlər. Var qruplar ki, özləri öz aralarında, məsələn, onlar çalışırlar bir-birinə təkan versinlər. Yəni, ədəbiyyatda bu həmişə olub da. Ədəbiyyatda da var. Bəli. Bir neçə sıra sahələrdə var, ədəbiyyatda da var. Məsələn, bir qrup adamdır, bir nəfər ət başına yığışıblar. Onlar hesab edirlər ki, daha yaxşı onlardır. Onlar yaxşıdırlar əslində, söhbəti yoxdur. Mən demirəm ki, kimsə pisdir, zəifdir. Amma ümumiyyətlə, mən konkret şəxsən mənim düşüncəmə gələndə bu dəstələşmək, qruplaşmaq, yazıcı individualdır. Bu futbol komandası deyil ki, 11 nəfər olmalıdır ki, sən o meydana çıxıb oynaya biləsən. Sən gedib sakit güşədə oturub əsərini yazırsan, ya alınırsa alınır, alınmırsa alınmır. Bütün hallarda sən yaradıcılıqla məşğul olursan. Kimin yaradıcılığı daha perspektivlidir, kimin yaradıcılığı daha qalıcı olacaq və doğrudan da nəysə öz sözünü deyəcək, bunu adətən dövrün adamlarından çox zaman həll edə bilir. İlqar müəllim, sizin şeirləriniz də var, səhv etmirəmsə. Şeir hobbidir. Mən hərdən şair deyirlər, xoşum gəlmir o sözdən. Çünki şair başqadır, biz nəsr adamlarıyıq. Mən özümü nəsr adamı hesab edirəm. Amma şeir hobbi kimi hərdən bir yazırdım. Bir dəfə də o Mücür nəşriyyatı var idi. Bəli. Onlar yeni açılmışdılar əslində nəşriyyat olaraq. Yeni elan edilər ki, biz nəşriyyat başlamışıq işləməyə. Müşfiq xan var, biz tanışıyıq. Mən də dostcasına dedim ki, istəsəniz mən sizə 2 kitabımdan birinin bir lətifələr kitabı vardı məndə, bir şeir kitabı. Yəni materiallar yığılmışdı, kitab deyil idi. Dedim, bu sizin açılışınız açmısınız, mən də ona jest olaraq, hədiyyə olaraq sizə 11-in havayı heç nəsiz verə bilərəm də, yəni hədiyyə kimi. Onlar da rəng elədilər, dedilər ki, biz şeiri götürürük. Şeir kitabını aldı, elə nəşr olundu şeir. Yoxsa mən belə deyim ki, şeir yazmaq və onları nəşr etmək elə sosial şəbəkələrdə paylaşırdım, bəs eləyirdi. Oradan da həmin kitab yarandı. O nəşrə sonra onlar o lətifələri də istəyib çap elədilər. Amma sizi şair kimi tanıyanlar çoxdur, bunu biləsiz və bir dinləyicimiz mənə yazır ki, Pərvanə xanım, İlqar müəllimdən soruşun ki, necə düşünür, gələcək nəsillərə onun hansı misrası miras qalacaq?
Bilmirəm, açığı o biraz maraqlı məsələdir. Adamlar nə yazırlarsa o saat fikirləşirlər ki, bu gələcəyə qalacaq. Gələcək nəsillər həll eləyəcək kimin hansı misrasını götürürlər yoxsa yox. Mən sadəcə şeirlərdən kənar o ədəbiyyat yazdığı məsələlərdə sitatlar var, aforizmlər var. Mən hesab edirəm ki, onlardan nə isə kimlərəsə, çünki çox paylaşırlar sosial şəbəkələrdə. Hə, onlar nəsə cəlb edici ola bilər. Şeir bizim nə də olmasa Azərbaycanda çox yaxşı şairlər var və bütün dövrlərdə o şairlər olublar. Yəni siz istəyirsiniz ki, İlqar Rəsul gələcəyə yazıçı kimi getsin və mən sizə gələcək həyatınızda, gələcək yolunuzda uğurlar arzu edirəm. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun, minnətdaram mən sizə, İctimai Radioya, ümumiyyətlə İctimai bütün kollektivinə, yaradıcı heyətinə və dinləyicilərinə, tamaşaçılarına minnətdaram. Təşəkkür edirəm. Əziz izləyicilər, əziz dinləyicilər, qonağımız yazıçı İlqar Rəsul oldu. Aparıcınız mən idim, Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.